İndi qeyd edəcəyim bu 4 şeyi tərk eləsəz, müqabilində Allah Taala'nın sizə verəcəyi 4 böyük nemətdən məhrum olacaqsınız. Birincisi, əgər şükrü tərk eləsəz, Allah Taala'nın verəcəyi əlavə nemətlərdən məhrum olacaqsınız. Allah Taala buyurur: "Və la in şəkertum la əzidənnakum." Əgər mənə şükr eləsəz, mən də sizə olan nemətlərimi artıraram. İkincisi, Allahı zikr eləməyi tərk eləsəz, Allah Taala'nın sizi yad eləməsindən məhrum olacaqsınız. Allah Taala buyurur ki: "Fəzkuruni əzkurukum." Məni yad eləyin, mən də sizi yad eləyim. Üçüncüsü, əgər duanı tərk eləsəniz, istəklərinizdən məhrum olacaqsınız. Allah Taala buyurur ki: "Ud'uni əstəcib ləkum." Mənə dua edin, mən də sizin duanızı qəbul edim. Duanıza cavab verim, istədiyinizi verim. Dördüncüsü, istiğfarı tərk eləsəz, Allahdan bağışlanmağı tərk eləsəz, Allahın məğfirətindən məhrum olacaqsınız. Allah Taala buyurur: "Və mə kənəllahu muəzzibəhum və hum yestəğfirun." Nə qədər ki onlar arasında bağışlanma diləyən var, Allah Taala onlara əzab verməyəcək.